Lətif Kərimov 1906-cı il noyabrın 17-sində Şuşa şəhərində anadan olmuşdur. Onların nəsli bütün Allah verənlər tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olmuşdur. 1912-ci ildə onların tayfası İranın Məşəd şəhərinə köçmüşdür. Xalça sənətinə məhəbbəti Lətifi burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib Şuşa şəhərində Qarabağ xalça artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov başqa rayonlarda da yerli xalça toxuma işinin sirlərini öyrənirdi. O 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi Azərbaycan Xalça Birliyində rəssam təlimatçı vəzifəsində fəaliyyət göstərmişdir. İlk dəfə olaraq Bakıda və Qubada xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olmuşdur. 1930-1940-cı illər Lətif Kərimovun fəaliyyətində xüsusi yer tutur. Lətif Kərimovun xalçaları həmin illərdən başlayaraq artıq Azərbaycandan uzaqlarda da böyük rəğbət və maraqla qarşılanır. Onun 1937-39-cu illərdə Moskvada Ümumi İttifaq Kənd Təsərrüfatı nailiyyətləri sərgisində Azərbaycan Respublikasının pavilyonuna verdiyi bədii tərtibat binanın milli memarlıq forması ilə möhkəm vəhdət təşkil edirdi. Lətif Kərimov tanınmış rəssamlarımız Kazımzadə Axundov və başqaları ilə birlikdə 1940-41-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş 5 xalça hazırlamışdır. Bu xalçalarda şairin xəmsəsinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilmişdir. Yerli və beynəlxalq sərgilərdə əsərləri ilə tamaşaçıları heyrətləndirən müəllifin qiymətli xalça və eskizləri hazırda Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunur.